Universitetlərdə tələbələr təhsil aldıqları ixtisasla yanaşı çoxsaylı qeyri-ixtisas fənlərini də öyrənməyə məcburdular. Bunlara məntiq, tarix, fəlsəfə, multikulturalizm, ekologiya, bəzən bədən tərbiyəsi kimi dərslər də daxildir. Fənlərin sayının çoxluğu tələbələr üçün əlavə dərs yükü yaradır. Tələbə və valideynlərin fikrincə ixtisasla birbaşa əlaqəsi olmayan fənlərin tədrisi dərs cədvəlini həm yüklü, həm də gərgin hala salır. Tarix müəllimi tarix keçməlidir, kompüter mühəndisi ancaq riyazi fənlərdən keçməlidir. Məsələn, kompüter mühəndisinə fizika keçmək də doğru deyil. 3 illik məncə daha yaxşıdır, çünki insanları həyata atılmaq üçün daha əlverişlidir məncə. Dəqiq elmlərdə oxuyursansa, nəyə lazımdır ki, tarixi biləsən? İnformasiya təhlükəsizliyində oxuyur oğlum, 2-ci kursda. Fəlsəfə keçirlər. İnformasiya təhlükəsizliyinə fəlsəfə nəyə lazımdır ki? Çox çətinlik çəkir fəlsəfənin. Fəlsəfə dərin elmdir, mücərrəd elmdir, informasiya aidiyyatı yoxdur axı. Beynəlxalq təcrübədə ixtisas yönümlü proqramlara üstünlük verilir və qeyri-ixtisas fənləri daha çevik, seçim əsaslı şəkildə tədris olunur. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyir ki, bu fənlərin məqsədi tələbənin dünya görüşünü formalaşdırmaq olsa da, onların həddindən artıq çoxluğu əsas ixtisas hazırlığını kölgədə qoyur. 3-cü ixtisas qrupa gedəndə riyaziyyatdan, texnik və təbiət fənlərindən qaçırdılar, amma biz əlavə fənn olaraq bunları keçirik və yaxud da statistikanı keçirik və yaxud da kimsə texniki və təbiət fənlərində təhsil alırsa, ixtisas olaraq biz onlara humanitarı keçirik. O adam zaten tarixdən qaçmışdı. İxtisaslı mütəxəssislərə qeyri-ixtisas fənlərinin keçirilməsi keyfiyyətə bilavasitə təsir göstərir, çünki tələbənin həmin ixtisas üzrə bilik və bacarığı yetərli olmur, hətta ondan aşağı qiymət alır, kəsrə qalır. Bu da onun həm akademik göstəricilərinə ciddi şəkildə təsir göstərir, həm də tələbə öz diqqətini ixtisasına və gələcəkdə ona lazım ola biləcək istiqamətə ayıra bilmədiyinə görə onun peşəkar mütəxəssis çevrilməsinə ciddi şəkildə mane olur. Dünyanın bir sıra ölkələrində, xüsusilə Yaponiya, İndoneziya, Finlandiya, Niderland, Böyük Britaniya kimi dövlətlərdə qeyri-ixtisas fənlərinə minimal yer ayrılır. Bu ölkələrdə diqqət tələbələrin praktiki bacarıqlarının inkişafına yönəldilir. Nəticə etibarilə bakalavr pilləsində təhsil proqramları daha yığcam qurulur və təhsil müddəti çox zaman cəmi 3 il ərzində başa çatır. Əmək bazarında aparılan təhlillər göstərir ki, bizim ali təhsil müəssisələrindən, orta ixtisas təhsil müəssisələrindən məzunların 42% ixtisas üzrə işləyə bilir. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin kifayət qədər 4 il ərzində qeyri-ixtisas fənlərin keçirilməsidir ki, bu da əsas fənlərə kifayət qədər vaxtı azaldır. Dünya təcrübəsində ümumiyyətlə ali təhsil müəssisəsinin bakalavr pilləsində 4 il yoxdur. Artıq beynəlxalq təcrübə bu müddətin daha qısa müddətdə başa çata bilməsini göstərir. Bu imkan verir ki, ali təhsil müəssisəsinin bakalavr pilləsinə, hətta magistr pilləsinə, subbakalavr pilləsinə qəbul olan şəxsin çevik əmək bazarına daxil olmağıdır. Təhsil proqramı qeyri-ixtisas fənləri çıxarılaraq yığcamlaşdırılarsa, bakalavr təhsilinin müddəti azaldıla bilərmi? Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, bununla bağlı müvafiq qərarın hazırlanması və təsdiqi məqsədi ilə müzakirələr davam etdirilir. Qərar qəbul olunduğu zaman ictimaiyyətə ətraflı məlumat veriləcək. Turqan Əliyev, Səbuhi Mustafayev, Sadiq Kərimov, Xəbər Ertəsi.